suallar çıxarsa, bu zaman nə edəcəyik? Verilmiş ifadəni öncəliklə uşaqlar müəyyən bir belə uşaqlar və müəllimlər müəyyən bir A ifadəsini bərabər eləyəcək. Yəni kök altında x üstəgəlsin 6 kökdə x minus 9 üstəgəlsin kök altında x çıxılsın 6 kök altında x minus 9-u demək ki, uşaqlar nə edəcəm? Bölünsün məxrəcində eyni şəkildə 18-də x üstəgəlsin 81-də x kvadratını bərabər eləyəcəm müəyyən bir a-ya. Daha sonra hər iki tərəfi kvadrata yüksəldərəm uşaqlar. Burada da kvadrata yüksəldən zaman sürət də məxrəcdə kvadrata ayrı-ayrılıqda yüksələ bilər. Sürət müxtəsər vurma düsturundan a plus b-nin mürtəzə kvadrat kimi vurulub açılacaq. Olacaq nə? Birincinin kvadratı x üstəgəlsin 6 kök altında x minus 9 üstəgəl 2 vurulsun, birinci vurulsun ikinci. Birinci x üstəgəl 6 kökdə x minus 9-dur. İkinci də x çıxılsın 6 kökdə x minus 9-dur. Üstəgəlinsin ikincinin kvadratı x çıxılsın 6 kökdə x minus 9. Bölünsün məxrəcdə kök altında 1 çıxılsın x da 18 üstəgəlinsin x kvadratında 81. Bərabərdir a-nın kvadratına. Mütləq a-nın kvadratında yazırsınız ki, sondakı cavabı belə deyək, kökə salacaqsınız. Burada nələr ixtisar gedəcək? Burada 6 plus 6x minus 9-dan 6 kök altında x minus 9-da ixtisar gedər. Əks işarəli. X-in üzərinə x gələndə 2x eləyir. Üstə gəlsin 2 vurulsun kök altında. Bax, bu da bizə müxtəsər vurma düsturlarına a plus b və a minus b-yə oxşuyur. Yəni a kvadrat çıx b kvadratını verəcək. X kvadratı çıxılsın 6 kökdə x minus 9-un kvadratı. Bu da eləyəcək 36 vur x minus 9. Məxrəcdə isə uşaqlar ortaq məxrəc x kvadratı gətirsən, birinci olacaq x kvadratı çıxın 8x üstəgəl 81 bərabərdir yenə a-nın kvadratına. Daha sonra davam edirik. Nə edəcək? Hər ikisini də ortaq bu içərini vurub açaram və burada qalır 2x üstəgəlsin 2 kök altında x kvadratı çıx 36x üstəgəlsin 324 bölünsün. Bu da bizə verəcək x minus 9-un mürtəzə kvadratı bölü x kvadratına bərabərdir a kvadratına. Surətdə isə uşaqlar, bax burada silib yazacağım yenə. Bax bu hissədə bilirsiniz nə yarandı? Burada bax bu ərazidə yaranır x minus 18-in mürtəzə kvadratı. Burada da kvadratdan kök gedəcək. X da zaten bax burada şərt verib ki 18-dən böyükdür. O deməkdir ki bu müsbət olduğu kimi çıxacaq. Deməli nə çıxır? 2x üstəgəlsin 2 x minus 18 bölünsün x minus 9-un kvadratı bölü x kvadratı bərabərdir a kvadratına. Davam edirik. Burada nə qaldı? 2x üstəgəlsin 2x minus 36 bölünsün x minus 9-un kvadratı bölü x kvadratı bərabərdir a kvadratına. Ortaq sürətdə yarandı 4x çıx 36. 4-ü ortaq vırıq kimi çıxardıram x minus 9 qalır. Məxrəcdə x minus 9-un kvadratı bölü x kvadratda vurulub sürəti qalxacaq uşaqlar. Bərabərdir a kvadratına. Burada x minus 9-ların biri gedəcək. Geridə qalacaq 4x kvadratı bölü x minus 9. Aldığımız ifadə a-nın kvadratıdır. Amma bizə a lazımdır axı. A da buradan alacaq kök altında. Kök altına alacaq hər tərəfi. Burada köklə gedəndə qalır 2x bölünsün. Kök altında x minus 9 bərabərdir a-ya. Bu şəkildə həll edəcək.